Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. İncə saat verilişindən mən Zeynəb sizləri salamlayıram. Əlbəttə ki, yenə də Ramazan ayını, mübarək Ramazan ayını yaşayırıq. Bir daha bu Ramazan ayında sizlərə, cəmi müsəlmanlara Allahdan diləyirik ki, oruc və ibadətlərimiz, namazlarımız Allah dərgahında qəbul olsun. Əlbəttə, bugün incə saatda yenə də maraqlı bir mövzuya toxunacağıq. Gördüyünüz kimi həmkarım Kəmalə də buradadır. Mən də salamlayıram sizi, hörmətli tamaşaçılar və incə saat verilişində Zeynəbin dediyi kimi çox maraqlı bir mövzumuz var. İstərdim mövzu ilə bağlı bir neçə kəlmə deyim. Əslində, psixologiya elmi hər birimizə tanışdır və biz psixologiya vasitəsilə müxtəlif şeyləri öyrənirik, özümüzü öyrənməyə çalışırıq. Yəni, psixoloqlar və psixoterapevtlər vasitəsilə həm özümüzü öyrənə bilərik, həm özümüzü müalicə edə bilərik. Amma bəzi durumlar, bəzi vəziyyətlər var ki, bax, bu vəziyyətlərdə insan fərqli cür davrana bilər, bütün çətinlikləri aşa bilər, özünü müsbət enerji ilə yükləyə bilər və s. və ilaxır kimi qısa bir misal da deyim ki, son günlər tələbə qəbulu ilə bağlı insanların, valideynlərin və abituriyentlərin necə həyəcan yaşadığını təbii ki, bilirsiniz. Məsələ, bax, bu günlərdə tələbələr özlərini, tələbə olmaq istəyən şəxslər özlərini necə kodlaşdıra bilərlər, necə hazırlaya bilərlər imtahanlara ki, həyəcan keçirməsinlər və s. və ilaxır. Bütün bunların hamısı ilə bağlı bir elm varmış sən demə. Əslində, Azərbaycana bu elm yeni gəlir və bu elmi Azərbaycanda təmsil edən insanlardan biri bugün bizim studiyamızda qonaqdır. Qonağımız beynəlxalq dərəcəli neyrolingvistik proqramlaşdırma ustası, NLP masteri Babək Bayramovdur. Babək bəy, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Xoş gördük. Elə Babək bəy, sizin də Ramazan ayınızı təbrik edirik. Mübarək olsun. Mən də sizin mübarək ay münasibəti ilə təbrik edirəm. Çox sağ olun. Hər birimizə xeyirlərin qismət olsun. Babək bəy, maraqlıdır ki, əslində bir qədər danışmaq istədim NLP ilə bağlı. Hər halda çalışdım ki, tamaşaçılarımızın başa düşəcəyi dildə deyim. Amma hər halda bir tərifi var. Hər halda NLP nədir? Bizə necə izah eləyə bilərsiniz? Bu barədə bir neçə kəlmə ilə buyurun. NLP, neyrolingvistik proqramlaşdırma hərfi mənada bu şəkildə ifadə olunur. Ancaq bunun Azərbaycan dilində tam tərcüməsi zehin dili proqramlaşdırılması kimi götürülür. Çünki insan zehni digər orqanlar kimi proqramlaşdırıla bilir. İnsanda zaten proqramlar vardır. Ürəyimiz qanı damarlara pompalayır və yaxud da qaraciyərimiz hansı şəkildə işləyir, hansı şəkildə nəfəs alırıq, nəfəs veririk. Bunlar hər biri beyində olan proqramlar əsasında reallaşan gerçəkliklərdir. Eyni zamanda beyni də onun kimi proqramlaşdırma olar. NLP ilk dəfə olaraq 70-ci illərin əvvəllərində riyaziyyatçı Richard Bandler və dilçi alim John Grinder tərəfindən ortaya çıxarılıb, meydana atılıb. Bunun yaranmasında əsas təməl səbəb bir sual olub. Sual bu şəkildədir. Necə olub ki, bir qrup insanlar uğur qazanırlar, maliyyə azadlığı əldə edirlər, həyatda xoşbəxt olurlar, hədəflərinə daha tez çatırlar. Amma digər insanlar deyil. Axı hər kəsin bir sutkasında 24 saatı var və beyinlərinin də həcmi eynidir. Əgər insanlar eyni potensiala malikdirlərsə, fərqli performans niyə göstərsinlər? Bununla araşdıraraq və modelləməni ortaya çıxardıblar. Çünki NLP ilk növbədə modelləmə deməkdir. İlk dəfə olaraq Virginia Satir, ailə terapisti, Milton Erickson və Fritz Perls'u modelləyərək çox möhtəşəm bir nəticələr əldə ediblər ki, bu insanlar arasında oxşarlıqlar var. Sonra onlarda oxşarlıqları digər tələbələr üzərində təcrübə ediblər, eyni nəticələri əldə ediblər. Yəni, bir çox qorxular var, fobiyalar var, imtahan həyəcanı var, siz dediyiniz kimi, bir bağlar var, yəni kimsə yoldaşından ayrılır, sevgilisindən ayrılır, amma bağ var, onları kəsə bilmir, gözə görünməz şeylər ki var və yaxud da ki, günahkarlıq duyğuları var. Bunları tez bir zamanda necə əldə eləmək olur? 10-20 illik fobiyaları yarım saata, 40 dəqiqəyə necə götürmək mümkündür? Bunları sözün köməkliyi ilə mi eləyirsiniz? Əlbəttə ki, bu zehni proqramlaşdırmaqdır. İnsan qorxuları çox qısa bir zaman kəsiyində öyrənir. Yəni, hər hansısa bir hadisə baş verir, 5 duyğumuz vasitəsilə onu kodlaşdırıb və beynimizdə saxlayırıq. Hər dəfə o yadımıza düşəndə ya görüntü gəlir, ya səs gəlir, ya hiss gəlir. O görüntü nəticəsində eyni duyğuları yaşamış oluruq. Buna da uzun illər davam etdiyi üçün fobiyalar deyirik. Ancaq eyni zaman kəsiyində çox qısa bir zamanda da həmin qorxuları yox eləmək mümkündür. Çünki qorxunun strukturuna baxdıqda o görüntünün içərisində bir duyğu var. Əslində insanlara
əziyyət eləyən o duyğudur. O duyğunu oradan götürdükdən sonra görüntü dəfələrlə də gəlsə, insan eyni duyğuları yaşamayacaqdır. Məsəl üçün, o imtahan həyəcanı dedikdə və yaxud da ki, hər hansısa bir məsələdə, bir işdə eyni performansı göstərə bilmir, özgüvən əskikliyi var deyə biliriksə, o zaman insanın baxırıq həyatına, ola bilməz ki, insanda hər zaman özgüvən əskikliyi olsun. Özgüvənimizin yüksək olduğu zamanlar var, əskik olduğu zamanlar var. Özgüvənimizin yüksək olduğu zamanlarda həmin o özgüvəni kopyalayıb, surətini çıxardıb, əskik olduğu zamanlara bitişdiririk. Eyni duyğuları həmin anda da yaşamasına nail oluruq. Bu işin sirri burada. Babək müəllim, çox maraqlıdır ki, yəni bunu insan özü də bunu həyata keçirdə bilər, yoxsa mütləq lazımdır ki, sizə müraciət eləsin? Yəni hər hansı bir insan bunu özü də həyata keçirə bilərmi? Əslində bunu elə insanlar özləri həyata keçirirlər. Biz sadəcə yolu göstəririk. Siz xəritə verirsiniz. Əlbəttə ki, yəni ki, hekayə danışa bilərəm bununla əlaqədar. Bir fermaya bir at gəlir, çıxır və fermerin oğlu qaça-qaça gəlir ki, bəs at gəldi, bu mənim atımda. Atası baxır, görür bunun damğası var, deyir, bu xeyr, sənin atın deyil, gəl bunu aparaq, qaytaraq sahibinə. Onlar otururlar ata bir ata minir, oğlu da ki, təzə gələn ata yolla gedirlər, geldikləri yerdə qarşılarına bir çəmənlik çıxır, at özün vurur çəmənliyə. Biraz yeyib doyandan sonra təzdən bunlar atı yola gətirirlər. Sonra at susuzluyur və su içmək istəyir, təzdən çayın kənarına verir. Yolda at dincəlmək istəyir. Hər dəfə yoldan çıxdıqsa təzdən yola qaytarırlar. Nəhayət gəlib bir fermaya çatırlar. Fermaya çatdıqda fermer, o fermanın fermeri qaça-qaça sevinə-sevinə gəlir ki, bu mənim atımdır, öpür, qucaqlayır atın. Sonra birdən baxır ki, bunu gətirən insanlar var. Deyir, siz məni necə tapdınız? Deyir, onlar cavab verirlər ki, bizim işimiz atı yola salmaq oldu. At özü sizi tapdı. Əslində də ki, burada bizim işimiz sadəcə bələdçilik eləmək, insanı çıxdığı yoldan yola yönləndirməkdir. İnsan özü öz həqiqətini tapacaq. Bütün sualların cavabı insanın içindədir. Lakin insanlar bunun fərqində deyirlər. Bir növ bu bənzəyir psixoloqların bu insanlara təskinlik verməsinə bənzəyir. Yəni bir növ eynilik daşıyır, mən belə düşünürəm. Mən bir şey demək istəyirəm. Bizim işləmə şəklimiz psixologiyanın digər qanadlarından fərqlənir və tibbin işləmə şəklindən fərqlənir. Tibb ən çox bioloji yanaşma nümayiş elətdirdiyi halda bizdə neyrolingvistik, yəni NLP-nin neyisi neyron, yəni beyin hüceyrəsi səviyyəsində dəyişim baş verir. Hal-hazırda danışdığımız anda beynimizdə yeni bağlar qurulur hüceyrələr arasında, yeni əlaqələr qurulur və hər hansısa bir biliyi xatırladıqda ya bugünkü görüşümüzü xatırladıqda beynimizə 3 şeydən biri gələcək. Yəni xatirəmizə ya səs, ya hiss, ya da ki görüntü. Bu şəkildə biz o neyronlar arasındakı bağlar nə yaradır? Qorxular yaradır, yaddaş yaradır, əzbərlər yaradır, yeni kəşflər, ixtiralar, hamısı bu bağlar nəticəsində yaranır. İnsanın bütün həyatın təşkil eləyən və idarə eləyən beynidir, bildiyimiz kimi. Çünki beyin bütün vücudun 2%-ni təşkil eləsə də, qalan 98%-i idarə eləyir. Ancaq psixologiyadan fərqimizə gəldikdə isə, psixologiyada ən çox hekayələr dinləyirlər, insanların keçmişləri ilə maraqlanırlar, nələr oldu, necə oldu və tövsiyələr verilir, müxtəlif şəkildə yanaşmalar var. Amma NLP-də konkret texnikalar var. Və çox zaman uğurla da nəticələnmir bunlar. Yəni ola bilsin ki, çox insanlar müraciət edir, amma uğurla nəticələnmir. Bəs sizdə necə? Yəni hər müraciət edən insanın sonluqda uğurla nəticələnirmi? Yəni alınırmı bu hamıda? Konkret olaraq NLP mövzuları olduqda sağlam psixika ilə işləyirik. Xəstə psixika artıq bizim ustalıq sahəmizə daxil deyildir. Ancaq sağlam psixikada fobiyalar olsun, imtahan həyəcanı olsun, günahkarlıq duyğuları ki var, yaxınlaşmaq, uzaqlaşmaq. Hər bir insanın hiss edə biləcəyi şeylər. Bəli, bunların hər birində %100 qarantiyalı nəticələr əldə edirik. Məsəl üçün, imtahan həyəcanını insandan necə götürmək olar? Biz məsləhətlər, tövsiyələr verməklə, sən aslansan, şənşirsən, sən pələklə deməklə ürək-dirək vermək. İnsan ona alınmayacaq. Çünki insanın içindəki ona inanmalıdır ki, insan həmin performansı göstərmiş olsun. Əgər insanın özü inanmasa belə içində, daxilində, yəni şuuraltı səviyyədə o inanc qəlbi varsa, o zaman insan həmin nəticəni əldə edə bilər. Sadəcə burada əsas məsələ inam və inanc məsələsidir.
Bəs necə ola bilər ki, uzun müddətli hədəfləri illərlə davam eləyir, onu əldə eləyə bilmirik, amma NLP texnikaları vasitəsilə daha tez əldə eləyə bilirik. Bunun fərqi nədir? Burada sehirli güc nə olan şeydir dedikdə, məsələ orasında bizdə dəyişim təkcə şuur səviyyəsində deyil, eyni zamanda şuuraltı səviyyədə gedir və bu işi daha da tezləşdirir, sürətləndirir. Maraqlıdır Kəmalə, yəqin ki, bugün bizim incə saat verilişində bunu təcrübədən keçirdə bilərik də. Yəni alınarmı məsələn, mən bir şəxs olaraq sizə müraciət etmişəm və istəyirəm ki, hansısa bir hadisəni unudum. Bunu necə həyata keçirdə bilərik məsələn, belə danışaq? Əgər sizə narahatlıq verən bir... Bəli, narahatlıq verən bir hadisə var ki, mən istəyirəm daima harasa baxanda o məndə assosiasiya yaradır və xatırlamağa başlayıram. Bunu mən necə tərk edə bilərəm? Mən iddialı şəkildə deyirəm ki, mən sizdə onu elə eləyərik ki, 10-15 dəqiqənin içərisində... Yəni alınardı bugün incə saat verir, həm tamaşaçılarımız baxsınlar, həm də bu məndə ümumiyyətlə istəyirəm ki, olmasın da bu hadisəni unudum. Bu hadisəni danışa biləcəksənmi tamaşaçılara? Hadisəni danışmağa ehtiyac yoxdur. Danışmaq olsa danışaram, amma ki, yəni ehtiyac yoxdursa danışmaram. Məsəl üçün bir NLP masterin konsultasiyasına gələndə hətta hiss etdiklərimizi danışmaya müalicə oluna bilərik. Yəni vəziyyətdən çıxa bilərik. Sadəcə məni orada bir neçə sual maraqlandırır. Bir neçə sualı mən verəcəm, təfərrüatına girmirəm. O sualları mən verirəm onlara, yəni ümumi bir şeylərdir. Heç kim oradan bir şey də anlamayacaq. O suallara cavab veririk. Siz, mən deyirəm və kiçik, yəni yüngül, hipnoz yoxdur, yüngül trans tətbiq eləyirik. O da rahatlanma və zehində canlandırmanı daha rahat bir şəkildə əldə eləmək üçün. Ondan sonra heç bir şey olmamış kimi, yəni o görüntünü siz xatırlayacaqsınız. Ancaq o narahatçılıq duyğusu olmayacaq. Alınsa çox şad olaram. Təklif edirəm reklamlara baxaq. Dərhal sonra bu artıq Babək bəyin təklif elədiyi vəziyyətə görək Zeynəb necə girəcək, ümumiyyətlə unuda biləcəyim öz qorxularını, fikirlərini. Bir qədər sonra bunu hər birimiz birlikdə görəcəyik. Hələlik isə reklamlar. Rövşən Oğuz şirkəti 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Biz media sahəsində öndə gedən şirkətlərdən biriyik. Keyfiyyətimizlə öz sözümüzü demişik. Əziz tamaşaçılarımız, incə saatın qısa reklam dəqiqələrindən sonra yenə də studiyamızda. Gördüyünüz kimi mən Zeynəb, həmkarım Kəmalə və həmçinin qonağımız Babək Bayramov buradadır. Amma deyərdim ki, maraqlı dəqiqələrdə bizi izləməyi unutmayın. İndi hal-hazırda Babək müəllim mənim keçmiş xatirələrimdə olan ən acı xatirəni mənə unutturmağa çalışacaq. Görək unutdura biləcək, yoxsa yox. Buyurun Babək müəllim, mən hazıram. Çox gözəl. Rahat oturmusunuzmu? Bəli, çox rahatam. Necə sərbəst. Çox gözəl. İndi sadəcə mikrofon əlimdən düşməyəcək ki. Mikrofon əlimdən düşməyəcək. Yıxılma ehtimalı var Babək mənim Zeynəbin? Xeyr, olmayacaq. Siz mənim sadəcə bir neçə sualıma cavab verin öncə. Bu hadisə nə zaman olub? Bu hadisə harca 3 il bundan öncə. 3 il bundan öncə. Orada neçə nəfər olub? 1 nəfər. Sizdən başqa 1 nəfər. Bəli, məndən başqa 1 nəfər. Qadın yoxsa kişi? Kişi. Çox gözəl. Otaq şəraitində, açıq şəraitdə? Bu hadisə ümumi həm, yəni qapalı, açıq məkan o, yəni fərq etmirdi. Yəni ümumi bu yaddan çıxmır bu hadisələr. Bir hadisə dedi, yəni hadisələrdir. Yəni xatırladıqda nə hiss eləyirsiniz? Xatırladıqda mənə pis təsir eləyir. Ən azından çalışıram unudum, çalışıram tərk eləyim, bacarıram, amma bəzən də bacarmıram. Çox gözəl. İndi mikrofonu istəsəz kənara qoya bilərsiniz. Mən sizin danışmanıza ehtiyac yoxdur. Gözlərinizi yumun, xahiş edirəm. Həmin hadisəni xatırlayın. Ola bilər ki, sizə çox acı duyğular versin, ancaq birazdan sonra ondan bir şey qalmayacaq. Mən sizə əmin edirəm. Tam olaraq xatırlayın və o duyğunu hiss edin. O hər bir duyğunu... Başda nə var? Neçə saatlıqdır bu hadisə? O hadisəni gözünüzün qabağında, zehninizdə olduğu kimi yenidən yaşayın, zehninizdə və eyni duyğunu hiss edin. Sona çatanda tamam deyin, yetər.
Çox gözəl. Gözünüz bağlı şəkildə o duyğunu bədəninizin harasında hiss eləyirsiniz. Hər bir duyğunun bədəndə yeri və şəkli var. Diqqətinizi o duyğuya cəmləşdirin. Mən həyəcanlandım. Mədənizdə, ürəyinizdə, başınızda. Ürək olar da. Tam olaraq ürəkdə mi hiss eləyirsiniz? Ona bir forma verin. Qaz kimidir, mayedir, yoxsa bərkdir? Şəkli necədir? Bərk olar, bərk. Bərkdir. Rəng verin ona bir. Nə rəngdədir? Qara. Qara. Kifayət qədər ağır bir duyğu olduğu hiss olunur. Yəni tamaşaçılarımız da bunu hiss eləyirlər. Gözlərinizi aça bilərsiniz. Yenidən bağlayın gözünüzü. Dərindən bir nəfəs alın. Çox gözəl. Hər dəfə nəfəs alıb verdikcə daha çox rahatlandığınızı fərq eləyəcəksiniz. Başınızın təpəsindən başlayaraq tam olaraq rahatlanma duyğusunu bədəninizdə yaradığını hiss eləyə bilərsiniz. İndi sadəcə boynunuzu, çiyinlərinizi, qollarınızı, sadəcə məni dinləyin. Sadəcə boynunuzu, çiyinlərinizi və qollarınızı rahatlada bilərsiniz. Diqqətinizi göz qapaqlarınıza verə bilərsiniz. Heç bir şey eləməyin. Sadəcə məni dinləyin. Tamam mı? Bütün diqqətinizi bədəninizə verin. Bədəninizin istiliyini hiss eləyin. Ürək döyüntülərinizi hiss eləyin. Və hər dəfə nəfəs alıb verdikcə ciyərlərinizə girib çıxan havanın kütləsini hiss eləyin. İndi sizdən bir kinoteatrda olduğunuzu